Salam, mən biologiya müəllimi. Bugün sizlərə Dövlət İmtahan Mərkəzinin yeni çıxmış test toplusundan vegetativ orqanlarının davamını izah edəcəm. 41-ci sualdan başlayaq. Palıd yarpağının şəkildə göstərilən hissəsində hansı toxuma qrupu yoxdur? Baxaq, burada gördüyümüz kimi bu hissədə bunlar sütunvari, bunlar isə süngüvari toxumadan təşkil olunub və bunlar əsas toxumadır. A variantını çıxaq. B variantı mexanik. Mexaniki toxumanı harada görə bilərik? Bu yarpaq borucuqlarında mexaniki toxuma rast gəlinir. Sonra baxaq, yoxdur soruşur. B variantını çıxaq. C variantı tövədici toxuma. Belə baxıq, tövədici toxuma xeyr, burada görə bilmirik. Yəni şəkil əsasən görmək mümkün deyil. Ona görə tövədici toxuma olmayacaqdır. D variantına baxaq, örtük toxuma. Örtük toxuma, bəli, burada görsənir. Örtük toxuma yarpağın alt dərciyi, üst dərciyi görsənir. Örtük toxuma var. Ötürücü toxuma. Ötürücü toxuma da yarpaq damarlarıdır. Bu da ötürücü toxumaya aiddir. Həm ötürücü, həm də mexaniki. Ona görə düzgün variant C variantı olacaqdır. 42-ci suala baxaq. Özək şüaları yerləşir. Özək şüaları harada yerləşir? Özəkdən başlayaraq gövdənin qabığına qədər gedir. Özək şüaları qida maddələrinin, bitkinin gövdəsinin hər yerinə bərabər şəkildə ötürə bilir. Ona görə bütün qatları götürəcəyik. Özək, oduncaq, kambi və qabıqda. Düzgün variant C variantı olacaqdır. Burada yalnız özək, oduncaq yox, yalnız oduncaq yox, yalnız özək yox, yalnız oduncaq, qabıq xeyr. Doğru variant C variantı olacaqdır. Keçək 43-cü suala. Qovuqlu bitki haqqında hansı fikirlər, hansılar doğrudur, hansı fikirlər doğrudur? Baxaq, qovuqlu bitki bilirik ki, həşərat tutan bitkidir və bu suda yaşayır qovuqlu bitki. Qovuqlu bitkinin həmçinin kökü yoxdur. Yəni, bizdən soruşulan hansı vegetativ orqanlar var? Gövdəsi var, bir də yarpağı var. Kökə malik deyil. Suda yaşayır bir də. Bu 6-cı sinif dərsliyində motivasiya hissəsində var. Qovuqlu bitkinin şəkildə var, öz haqqında məlumat verilib. 43-cü sualdan baxıq. 1. Gövdə, yarpaq kökə malikdir. Xeyr, dedik axı kök yoxdur. Gövdə və yarpağı var. Ona görə 1-i çıxarın. 1-ə xətt qoyaq. Demək, 1 çıxdıq. 2. 2 növ vegetativ orqana malikdir. Bəli, 2 növ vegetativ orqana gövdə və yarpağı var. 2 doğru. 3-ə baxaq. Həm avtotrof, həm də heterotrof qidalanır. Axı biz bilirik ki, həşəratlarla qidalanan bitkilər, bunlarda həm avtotrof, həm də heterotrof yola gedir. Yəni, miksotrof qidalanma mövcuddur bunlarda. 4-ə baxaq. Yalnız avtotrof qidalanır. Xeyr, bu səhvdir. Dedik, hər ikisi var. 5. Gövdə şəklinin dəyişərək qovuq formasını almışdı. Gövdə yox, yarpaq olmalıydı. Bu qovuqlu bitkidir. Ona görə 5 səhvdir. Yarpaq desə düz olardı. 6. Qovuqçuqları ağ alkasiyanın tikanı ilə eyni mənşəlidir. Ağ alkasiyanın tikanı nə mənşəli idi? Yarpaq mənşəli. Bu da eyni ilə yarpağın şəkil dəyişməsi deyə, bu da doğru variant olacaqdır. Doğru variant olacaq. Onda 2, 3, 6, Y variantı. Gəldik 44-cü suala. İkisi müəyyən edin. Oduncaq və fleomanın ortaq cəhəti, yəni hər ikisinin ortaq cəhəti nədir? Qabığın daxili qatıdır. Qabığın daxili qatı hansı olacaqdır? Fleoma olacaqdır. Bir buraya yazırıq. Ancaq fleoma aiddir. 2. Qabıq hüceyrələrinin bölünməsi nəticəsində
Yeni hüceyrələr yağını, qabıq yox, kamb hüceyrələrin bölünmə hissəsində yeni hüceyrələr yağını. Düzdür, bu oduncaq tərəfdə də, fleoma tərəfdə də yeni hüceyrələr yaradır. Ona görə 2-ni ortaq yaza bilərik. 3-ə baxaq. Buradakı borularla üzvü maddələr hərəkət eləyir. Üzvü maddələr hansı boruların hərəkət edir? Fleoma. Ona görə 3-ü buraya yazaq. 4-ə baxaq. Liflərə malikdir. Oduncaqda da fleomadır. Hər ikisində də liflər var. Bu da ortaq cəhət ola bilər. 4. İllik halqalarda müşahidə olunur. Oduncaq tərəfdə müşahidə olunur. Kombinatın sayəsində oduncaq tərəfdə illik halqalar əmələ gəlir. İllik halqalara görə də ağacın yaşını təyin etmək mümkündür. Onda doğruları istəyirsə 2, 4. Y variantı olacaqdır doğru variant. 45-ci suala baxaq. Küləksiz və kölgəli ərazidə bitən ağacların yarpaqları bir qayda olaraq iri və enli olur. Bu uyğunlaşma nə ilə əlaqədardır? Küləksiz və kölgəli ərazilərdə. Su itkisini azaltmaqla əlaqədardır. Su itkisi. Bilir ki, yarpaq əgər iri və enlidirsə, burada artıq su itkisi daha çox olacaqdır. Ona görə bu variant yanlışdır. İşıqdan daha yaxşı istifadə edə bilmək qabiliyyəti ola bilər. Bir qayda olaraq deyir, iri və enlidir. Yarpaq iri və enlidirsə, bəli, işıqdan daha çox istifadə edəcəkdir. Oksigenə olan ehtiyacını ödəmək üçün. Oksigenə yox, bu da doğru deyil. Bu artıq yarpağın böyüklüyündən xeyli asılı deyil bu. Doğru variant D variantı olacaqdır. 46-cı suala baxaq. Bitkidə qoparmış yaşıl bir yarpaq işıqlı və açıq havada saxlanılır. Bitkidən artıq ayrılmışıq həmin yarpağı. Bir müddətdən sonra bu yarpaqda fotosintez prosesi dayanacaq. Bunun əsas səbəbi nədir? Təbii ki, artıq bitkidən ayrıldığına görə bura su getməyəcəkdir. Ona görə suyun çaşmamasına, yəni nəticəsində bu bitkidə fotosintez prosesi getməyəcək. A variantı olacaqdır burada. Çünki bitkidən ayrıldığı üçün həmin yarpağa su getməyəcək. 47-ci suala baxaq. Cədvəldə 4 müxtəlif bitkinin yarpaqları müəyyən sayda olan ağacıqlar verilmişdir. Bu bitkilərin hansı suzanbağı, hansı süsən ola bilər? Biz burada suzanbağı ilə süsənin ağacıqları hansı tərəfdə yerləşir, onu bilməliyik. Suzanbağında suda yaşadığı üçün ağacıqlar üst tərəfdə olur. Amma süsəndə, kələmdə hər iki tərəfdə olur ağacıqlar. İndi birinci sual, birincidə deyir ki, suzanbağının onda alt tərəfdə 0 olacaq, üstdə olacaqdır da ağacıqlar. Ona görə Y uyğun gəlir. 1-ə yazaq Y. 1-ə Y yazaq. Süsəndə dedik hər iki tərəfdə. Burada hər iki tərəfdə hansı qeyd olunub? Baxaq, burada 0. Burada 0 var. Burada da 0 var. Amma Z-də görürsünüz, hər iki tərəfdədir. Ona görə Y-də olacaq Z. Variant hansı olacaq? Y və Z D variantı ola bilər burada. D variantını qeyd edək. Keçək 48-ci suala. Yarpağın daxili quruluşuna əsasən yanlış mülahizələri müəyyən edin. Bir variantları oxumaqla tapa bilərik bunu. M hüceyrələri arasında hava boşluqları var. M süngər toxuma göstərir. Bəli, burada görürsünüz boşluqlar var. Elə şəkildən də tapmaq olar. Onda A variantı deyil. A variantı deyil, yox. A variantı düzdür. Yanlış istəyir. Bu şəkildə gördük ki, həqiqətən boşluqlar var. K örtük toxumasından təşkil olunubdur. K, bəli, örtük toxumasından təşkil olunubdur. Yarpağın örtüyünü göstərir. C-yə baxıram. Ötürücü toxumadan təşkil olunub. N hardadır? Burada
ötürücü yox, örtük toxumasından təşkil olunub. En burada artıq yanlışdır. C variantını çıxaq. Gəldik D-yə. El xloroplastlara zəngin olan hissədə bəli doğrudur. K-la N eyni toxumadan təşkil olunub. Bəli, ikisi də örtük toxumasından təşkil olunub. Onda yanlış cavab istəyirsə, burada olacaq cavab C variantı. Qeyd eləyək. Gəldik 49-cu suala. 3 müxtəlif bitkinin yarpaqları zoğ üzərində düzülüş qaydaları verilmişdir. Məlumatlara əsasən doğru olmayanları müəyyən edin. X növbəli, Y qarşı-qarşıya, Z topadır. Variantlara baxaq. Y yarpaq sayı buğum sayından 2 dəfə çoxdur. Y-in yarpaq sayı buğum sayından Y-də nə idi? Doğru olan soruşu olmayan yox. Y növbəli düzülüşü idi. Növbəli düzülüşü çəkək. Növbəli düzülüş. Yarpaq sayı buğum sayından 2 dəfə çoxdur. Bəli, yarpaq sayı 4-dürsə, buğum sayı 2 olur. Bu doğru variantdır. Bunu çıxaq. Z qoltuq tumucuqların sayı hər zaman buğum sayından az olur. Gəlin topa düzülüş çəkək. Topa düzülüş məsələn 4 dənə uzaq yarpaq ola bilər. 3 dənə, 4 dənə daha çox ola bilər. Minimum 3 dənə, maksimum daha çox ola bilər. Qoltuq tumucuqlarının sayı neçə dənə qoltuq? 3 dənə tutalım ki, burada qoltuq tumucuğu var. 3 dənə qoltuq tumucuğu varsa, buğum sayından, buğum sayı da 1 dənədir. Yox, qoltuq tumucuqları isə buğum sayından çox olur. Ona görə B variantı yanlışdır. Yanlışdır, elə B-ni götürürük doğru variantı. 50-ci suala baxaq. Verilmiş mülahizələrdən hansı səhvdir? Bütün gövdələr torpağın üstündə inkişaf eləyir. Elə bu yanlışdır. Çünki, məsələn, kartof yeraltı şəkil dəyişməsi, gövdə, kartofun yumruları yeraltı şəkil dəyişməsidir. Ona görə torpağın üstündə yerləşmə. Hamısı yox, bəziləri. Ona görə doğru variant ilə A variantı olacaqdır. 51. Yarpaqda suyun buxarlanması zaman göstərilənin hansı baş vermir? Yarpaqda su buxarlanır. Bu transpirasiya adlanır. Bu zaman bitki həddən artıq qızmaqdan qorunur. Doğrudur bu. Səhv tapırıq. Sonra enerji toplanır. Yox, enerji toplanmır. Əslində burada enerji ayrılır. Yarpaq soyur, bəli. Su boycuqlarda hərəkət edir, bəli. Mineral maddələr boycuqlarda hərəkət edir. Bu da doğrudur hamısı. Amma enerji toplanmır. Enerji ayrılır. 52. Yarpaqda buxarlanan zaman su molekulunun hərəkət ardıcıllığını göstərin. Burada bir variantlara baxaq. Ağıcıqlar, yarpağın lətli hissəsinin hüceyrələri, yarpaq, boycuqlar. Yox, ağıcıqlar artıq axırda olmalıdır. Axırda gedib ağıcıqlara çatır. A variantını başdan çıxaq. B variantı. Yarpağın boycuqları, bəli, su gəlir tökülür yarpağın boycuqlara. Yarpağın lətli hissəsinə gedir. Aha, bu da doğru. Oradan da ağıcıqlara, düzdür. Yekunda hamı ağıcıqlara getməlidir. Ona görə B variantı, aha, doğru ola bilər. Digərlərinə baxaq. Yarpağın ələyə bənzər boruları, yarpağın boycu, lətli hissəsinin hüceyrələri, yarpağın ələyə bənzər boruları yox, bu səhvdir. Yarpağın ələyə bənzər boruları, yarpağın lətli hissəsinin ələyə bənzər boruları çıxırıq. D, Y bu variantlarda çıxırıq. Düzgün variant B variantı olacaq. 53-ə baxaq. Yarpağı topa düzülüşünə malik olan bitkinin zoğunda cəmi 3 yarpaq varsa, bu hissədə minimum neçə buğum arası olur? Gəlin şəkil çəkən. Topa düzülüşdür. 3 dənə yarpaq var. 1, 2,
3 dənə yarpaq var. Neçə buğum arası olacaq? Amma buğum arası heç burada olmayacaq da. Bir dənə buğum var. Burada da olsaydı 2 dənə buğum olsaydı bir dənə buğum arası olardı. Artıq burada bir dənə buğum olduğuna görə buğum arası yoxdur. 0 olacaq. Onun da Y variantı olacaq. Gəldik 54-cü suala. Bizə nə deyir? 10 ədəd buğum araları olan gicitkanın budağı üzərində ən çox neçə qoltuq tumurcuğu ola bilər? Biz bilirik ki, əgər biz buğumların sayını tapmaq istəyirsə, buğumun üzərinə 1 gələrək tapa bilərik. Ona gəlin buğumu tapaq. 10 üstə gələk 1. 10 üstə gələk 1. Eləcək 11. 11 dənə buğum var. Biz bilirik ki, gicitkəndə necə düzlüşüydü? Qarşı-qarşıya. Ona görə bir buğumda 2 dənə olacaq. 11 buğumda da 11 vururuq 2-yə olacaq 22 dənə. 22 dənə deməli yarpaq olacaq. O da ki, qoltuq tumurcuq nə idi? Çəkək. Bu 11 dənə buğumdur. Bir buğumda da neçə qoltuq tumurcuq olacaq? 1, 2 dənə. 11-i vururuq 2-yə eləcək 22. Deməli, cavab olacaq burada 22. 54-də 22 olacaq. 55-ə baxaq. Yenə gicitkən deyir. Biz bilirik ki, yenə gicitkən də qarşı-qarşıyadır. 12 qoltuq tumurcuğu varsa, bu hissədə ən azı neçə buğum arasını soruşur. Əgər qoltuq tumurcuğu deyirsə, onda nə qədər buğum olacaqdır? 12-ni bölürəm 2-yə 6 dənə buğum olacaqdır. Buğum arası da buğumdan bir vahid az olur. Onda 6-dan da 1-ni çıxıram, eləyəcək 5. Deməli, burada ən az neçə buğum arası olacaq? 5 ədəd buğum arası olmuş olacaq. 56-cı suala baxaq. Qaranlıqda saxlanmış bir bitkinin müəyyən bir yarpaq sahəsində 200 süngər, 300 sütunvari toxuma hüceyrələri və 60 ağacıq varsa, işıqda həmin sayda cəmi neçə hüceyrədə xlorofil əmələ gələ bilər? Deməli, hər süngərdə bir dənə xlorofil varsa, 200 xlorofil, 300 sütunvari isə onlarda hərəsindən bir dənə 300, ağacıq isə 2 dənə lobiya bənzər hüceyrədən təşkil olunmuşdur. Ona görə bir ağacıq varsa, ağacığın 2 dənə ağacıq qapayıcı 2 dənə qapayıcı hüceyrədən təşkil olunur. Onda 60-ı vuraq 2-yə eləyəcək 120. 120. Bu da cəmi nə qədər eləyəcək? 200 üstə gəl 300, 500. 120-də gəlsə üstünə eləyəcək 620. Cavab oldu 620. 57-ci suala baxaq. Bizə deyir ki, qaranlıqda saxlanmış bitkinin müəyyən bir yarpaq sahəsində 150 sütunvari, 200 süngər hüceyrələri və 50 ağacıq varsa, burada da xlorofillərin sayını soruşur. Onda yenə 150 üstə gəl 200 üstə gəl 50-ni vururam 2-yə 100. O da eləyəcək cavab neçə? 200, 300, 450. Cavab eləyəcək 450. Gəldik 58-ə. Eyni sayda götürülmüş it burnu, çiyələk, lobiya yarpaqlı ayaların sayı 66 olarsa, bu yarpaqların ümumi sayını tapın. Gəlin götürəyin it burnu. İt burnu bilir ki, tək lələkvari mürəkkəb yarpağa malikdir. Bu da ki, yarpaq sayını bizə veribdir. Çünki biz bilə bilmərik yaxı nə qədər yerləşir. 5 də ola bilər, 7 də ola bilər, 11 də ola bilər, 9 da ola bilər. Amma bizə say verilibdir. Hamısının sayı eynidirsə, buna x deyək. 5-i vuraq x-ə. X burada yarpağın sayıdır. Hamısında da eyni sayda götürüldüyünə görə x-ə vuracaq. 5 2 çeyrək 3-ə mürəkkəb yarpaq olduğuna görə bir dənəsində 3 dənə olur. 2 dənəsində 3x olur. Lobiya da 3-ə mürəkkəb yarpaq. Orada da 3x götürəcəyik.
O da bərabər eləyəcək 66-ya. 5, 3, 8, 8, 3, 11. 11x bərabərdir 66. Burada x də bərabər olacaq neçə? 6-ya. Deməli, hər birindən 6 dənə götürülübdür. 6 it burnu, 6 çiyələk, 6 lobya. Cəmi nə qədər eləyəcək? Cəmi soruşur. 6, 6, 12, 18. Doğru cavab 18 olacaqdır. Baxaq. 59-cu suala baxaq. (59)da bizə nə deyir? Yarpağın dəricinin müəyyən hissəsində hüceyrələrin sayı verilib, ağacıqların sayı, şəffaf hüceyrələrin sayı. Cədvələ əsasən A plus B plus C-ni tapın. Baxaq, deyir yarpaq dəricinin müəyyən hissəsində hüceyrələrin sayı biz bilmirik. Amma ağacıqla şəffaf hüceyrələrin sayını bilirik. Neyniyək? Ağacıqlarda nə qədər hüceyr olacaqdır? Ağacıqlarda dedik 2 dənə lobya bənzər qapayıcı hüceyrədən təşkil. Onda 30-u vuracaq 2-yə. 30-u vuracaq 2-yə eləcək 60. Bu hissədə 60. Bu hissədə 440. Cəmi nə qədər eləyəcək? 500. Olacaq 500. Burada baxaq ikincində. İkinci dəricinin ümumi hüceyrələrin sayı verilibdir. Ağacıqların sayı verilibdir. Şəffaf hüceyrələrin sayını biz tapırıq. Onda burada da yenə ağacıqların sayı 2-yə vuraq 120. 720-dən də 120'sini çıxanda 720-dən 120'sini çıxanda eləyəcək 600. Deməli, C də olacaq 600. Sonra üçüncündə isə B-ni soruşur, yəni ağacıqların sayını. Onda 640-dan da 500-ün 40'ını çıxarıq, eləyər 100. 100-ü 2-yə bölüb 50-ni tapırıq. Niyə 2-yə bölük? Çünki ağacıqlar 2 qapayıcı hüceyrədən təşkil olunur. Bizdən də cəmi soruşursa 500, 600, 1000, 100, 1100, 50'nin üzerine gelsek 1150. Doğru cevap 1150 olacaktı. 60-cı suala baxaq. Uyğunluğu müəyyən edin. Şəkildə gördüyünüz yarpaqlar mürəkkəb yarpaqlardır. Mürəkkəb yarpaqların növləridir. Birinci gördüyümüz yarpaq gözü bir nöqtədən çıxan yarpaqcıqlardır. Bu, barmaqvari mürəkkəb yarpağı uyğundur. Atşabaldığı çətənə bitkisində rast gəlinir. Onda 60-da 1-ə A yazaq, 2-yə. 2-də burada baxırıq ki, təklələk var idi. Qozda, qızılgüldə, ağakasiyada təklələk var olurdu. Ona görə təklələk var hansı variantdır? Y variantı olacaq 2-yə. 3-ə baxım. 3-də görürəm ki, sonda lələk var idi, cüt qutardı. Deməli, bu nədir? Cüt lələk var idi. Noxda, lərgədə, sarı alkasiyada isə cüt lələk var olar. Cüt lələk var hardadır? B variantında olacaqdır. A, Y, B olar. 61-ə baxaq. Uyğunluğu müəyyən edin. Birinci yarpaq çiçəklərin yarpağına oxşuyur. 3-ər mürəkkəb yarpaq hansı variant olar? Y variantı. 3-ər mürəkkəb yarpaq. 1-ə Y. İkincində gördüyünüz kimi yenə tək lələk var. Qozda, qızılgüldə rast gəlinir. Tək lələk var hardadır? A variantı. Bu da yenidən cüt lələk var. Cüt lələk var mürəkkəb yarpaq. B variantı olacaqdır. 62-ci suala baxaq. Bizə nə deyir burada? Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Əlavə və qoltuq tumucunun oxşar və fərqli cəhətlərini tapacağıq sizdən. Birinci, yarpaqda yerləşir. Yarpaqda yerləşən hansılar idi? Demişdik, əlavə tumucuq həm yarpaqda, həm də kökdə yerləşə bilir.
Ona görə birə A variantını yaza bilərik. B variantına baxaq. Yarpaq başlanğıcına malikdir. Əlavə tumurcuqdan, qoltuq tumurcuqdan hər ikisindən yarpaq inkişaf eləyə bilər. B-ni ortağa yaza bilərik. C-yə baxaq. Kökdə yerləşir. Bayaq deyək ki, əlavə tumurcuq, yeganə tumurcuqdur ki, həm yarpaqda, həm də kökdə yerləşə bilər. Zoğda yerləşir. Əlavə tumurcuq, qoltuq hər ikisi zoğda yerləşə bilir. Ortaqdır. Növbəli düzülüşə malik ola bilər. Bəli, növbəli bitkilərdə növbəli düzülüşə malik qoltuq tumurcuq qarşı-qarşıya, qarşı-qarşı düzülüşə malik olur. 63-cü suala baxaq. Əlavə tumurcuq harada yerləşir, onu tapaq. Variantları oxuyaq. Buğum arasında rast gəlinir. Bəli, buğum arasında rast gəlinə bilər. Bu doğru. Biri olsun A variantı. 2-yə baxaq. Yarpaqda rast gəlinir. Bəli, bayaq dedik ki, yarpaqda kökdə rast gəlinə bilər. Ona görə B variantı ola ya dayanın. Yarpaqda rast gəlinir, əlavə tumurcuq, hə, rast gəlinə bilər, düzdür. 2-yə baxaq. Təpə tumurcuğu. Zoğun təpə hissəsində yerləşir, elə bu uyğundur. 2-yə C. Yarpaq qoltuğunda yerləşir, qoltuq tumurcuğu. 3-ə D. Y-yə baxaq. Yarpaqda ondan yuxarıda, yarpaqla ondan yuxarıda buğumarası arasında yaranan bucaqdır. Elə bu yarpaq qotluğunun tərifini deyir. Y variantı da bura uyğun olacaqdır. 64-cü suala baxaq. Ağac gövdəsinin quruluş sxemi üçün uyğunluğu müəyyən edin. Şəkildə gördüyünüz ağacın qatlarıdır. Burada 3-də 3 özəyi göstərir. 1 fleomanı göstərir. 2 kombini göstərir. Gəl baxaq. Əsasən ehtiyat toplayıcı toxumadan təşkil olunmuşdur. Ehtiyat toplayan hansılarıdır? Bəli, özək qatı idi. Ona görə 3-ə A yaza bilərik. Elə bu 3 yazaq. B-yə baxaq. Ələyə bənzər borulara rast gəlinir. Ələyə bənzər borulara harada rast gəlinir? Fleomada. Ona görə 3-ə B-yə 1 yaza bilərik. C-yə baxaq. Tez-tez mitoz bölümü baş verir. Kambi qatında 2 yaza bilərik. Qabığın tərkibinə daxildir. Fleoma. Fleoma hansı idi? 2 daxil idi. İlik halqalarda əmələ gətirən nə idi? Kambi idi. Ay, yox. Qabığın tərkibinə daxildir. Fleomaya axı 1 demişdik. Bura 1 yazaq. İlik halqaları əmələ gətirirsə kambidir. Kambiyə də 2 demişdik. Onda olacaq 1-ə B-dir, 2-yə C-yi uyğun gəldi, 3-ə də 3-ə hansı idi? Bura, hə, 3-ə də A uyğun gəldi. Gəlin sonra 65-ci sualı baxaq, sonuncu testdə. Bitkinin yarpağını işığın təsiri ilə nişastanın əmələ gəlməsi sübut edən təcrübənin mərhələlərin düzgün ardıcıllığını müəyyən edən. Baxaq variantların hamısını oxuyaq. Bitkini işıqda saxlamaq, qara kağızı çıxardır, yarpağı qaynar suda saxlamaq, bitkinin hər hansı bir yarpağın hər iki tərəfinə qara kağızla elə etmək lazımdır. Onun yalnız müəyyən hissəsi görünsün. Yarpağı suda yuyub üzərinə zəif yodlu məhlul əlavə etmək. Yarpağı spirtdə saxlamaq. Bitkini 2-3 gün qaranlıqda saxlamaq. Birinci bunlardan təcrübə bu köhnə 6-cı sinif kitablarında var idi bu təcrübə. Burada deyilir, bitkini 2-3 gün qaranlıqda saxlamaq. Bəli, 2-3 gün qaranlıqda, əvvəlcə 2-3 gün qaranlıqda saxlamaq. Birinci olacaq 6. Sonra həmin qaranlıqdan çıxartdıqdan sonra yarpağın hər iki tərəfini qara kağızla parçayla örtmək lazımdır, müəyyən hissəsin.
Ona 3 uyğundur. Sonra bitkini 8-10 saat lampa işığında saxlama. Ondan sonra artıq bitkini işıqda saxlayırıq. Sonra işıqda saxladıqdan sonra qara kağızı çıxardıb, yaxud da parçanı çıxardıb qaynar suya salırıq. Bu ola bilər. Sonra baxaq. Sonra spirtdə saxlayırıq həmin yarpağı. Sonra spirtdə saxladıqdan sonra artıq yod üzərinə əlavə edib baxırıq və bu zaman yarpaq göyrəyəcəkdir. Göy rəngi alacaqdır. Bu da təcrübəmizdir bizim. Yəni nişastanın tərkibindən yod məhlulu tökdükdə yarpaq göy rəngə boyanır. Bu sonuncu sual idi. Sonuncu sualda qeyd etdik. Əgər dəstəmizə qoşulmaq istəyirsinizsə 070 235 13 25 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun.